Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük hamınızı. İnanıram ki, bugün həftənin şənbə günü Etiraf proqramını izləyən izləyicilərimiz çox səbirsizliklə gözləyirlər ki, görəsən bugün Etirafda kim olacaq? İlham Mirzəyevin qonağı kim olacaq? Onu deyəcəm. Amma diqqətinizə çatdırmaq istəyirəm ki, siz Etiraf proqramına Divan Konsept Mebel mağazasının sponsorluğu ilə baxırsınız. Və hamınıza mebel lazımdırsa, mütləq Divan Konsept Mebel mağazasının xidmətlərindən istifadə edin. Orada çeşid və çeşid biri-birindən yaraşıqlı mebellərlə sizi tanış edəcəklər. Elə bir Türkiyədən gedib alırsınız, amma getməyiniz, gəlməyiniz, yol pulunuz öz cibinizdə qalır. Yəni ki, getmirsiniz. Artıq Azərbaycanda sifariş verirsiniz, seçim sizindir, amma keyfiyyət 3 il zəmanət verilir. Və bir şəxsiyyət vəsiqəsində verirsiniz, o şəxsiyyət vəsiqəsi ilə kredit götürürsünüz. İstər mətbəx, yataq otağı, qonaq otağı, ofislərə, bağlara, evinizdə yumuşaq dərs, nə istəyirsinizsə, konsept mebel mağazası sizə xidmətlərin göstərəcək. Bəli, indi isə qonağımız xalqımızın sevimlisi deyək. Çünki niyə görə ki, bu insan elə gözün açandan deyək, yəni özün tanıyandan səhnələrdədir və ona hətta sənətkar da demək olar. Çünki niyə görə ki, neçə illərdir səhnədə öz səsi ilə, öz mədəniyyəti ilə, öz əxlaqı ilə, öz davranışı ilə xalqın sevimlisinə çevrilir. Bəli, gözəl müğənnimiz, gözəl sənətçimiz Elnarə xanım Xəlilovadır. Xoş gəlmişsiniz. Xoş gördük. Necəsiniz? Əlayam. Siz necəsiniz? Sağ olun. Elə gözəl pozitiv enerji verdiniz ki, doğrudan da hər şey yaxşı olacaq. Mən də inanıram, elə tamaşaçılarımız da buradan inansınlar ki, hər bir qaranlıq gecənin işıqlı bir səhəri var və insan dara düşəndə, çətinliyə düşəndə mütləq inansın ki, hər şey yaxşı olacaq, pozitiv enerji ilə. Elədir mi? Elədir ki, var. Bəli, elədir ki, var. Heç vaxt ümidi üzmək olmaz. Ümid, necə deyərlər, sona qədər olmalıdır və hər zaman istədiyimizi də Allahdan istəməliyik. Bəli. Heç Elnarə Xəlilova özü bir dara, çətinliyə düşəndə, sıxıntıya düşəndə bəs nə fikirləşib? Hər bir insanın həyatında olur. Yəni, mən desəm ki, məndə tez-tez olur, inanarsınız. Bəlkə də inanmazsınız, çünki mən elə göstərmirəm. Bəli. Hə, elə göstərmirəm və mən o barədə çox güclüyəm. Heç vaxt mənimlə savaşmaq istəyənlərə, mənə qalib gəlmək istəyənlərə həyatı boyu göstərmərəm ki, mənim zəif nöqtələrim haradır. Və heç vaxt da göstərmərəm ki, bəli, onlar məni zəiflətdilər, bəli, onlar məni tərk silah etdilər yeri gələndə. Bəzən qüvvələr qeyri-bərabər ola bilir. Və də bəzən mən savaşmaq istəmirəm, sadəcə bulaşmaq istəmirəm. Belə vaxtlarda olur və o zaman qarşı tərəf özünü haqlı sayır. Görür ki, Elnarə susur və elə bilir ki, belə də olmalıdır. Və deyirlər, biz güclüyük. Hə, yəni... Susturduq Elnarəni. Hə, bəzən elə də sayıla bilir. Və də dediyim kimi, heç vaxt mən nə qədər pərişan olsam da bəlkə də yeri gələndə bəlkə tərk silah olsam da, bəlkə qüvvədən düşsəm də, yorulsam da, bezsəm də, yəni bu savaşdan və s. və ilaxır, mən onu heç vaxt göstərmərəm. Hə, yəni bir savaşçı kimi, bir döyüşçü kimi mən onu heç vaxt göstərmərəm, zəif nöqtələrimi və sona qədər də savaşa hazır olduğumu göstərərəm əslində. Amma əlbəttə ki, ciddi şəkildə dara düşəndə, mən hər hansı bir sıxıntımı yaşayanda, mənim ancaq güman yerim, pənah yerim ancaq bizi yaradan Allahdır.
Yəni və bir mənalı şəkildə mən istədiyimi ondan istəyirəm və şükür olsun Allahımıza ki, o da onu mənə verir. Elhamdülillah. Və tez bir zamanda da verir. Haqqı nahaqqa qatmır heç vaxt. Yəni, ilahi ədalət dediyimiz bir şey var da. Var. Ola bilsin həmən an mənim hansısa işlərim yubana bilər. Hansısa mənim sürətimi azalda bilərlər. Mənim xoşuma gəlməyən şeylər eləyə bilərlər. Keyfimi poza bilərlər. Keyfimə soğan doğraya bilərlər. Bir müddətdə müvəqqəti bir olur belə anlar. Ancaq vay o günə ki mən sidq ürəklə Allaha tapşırım da, yəni nə isə, kimisə. Hansı bürcüsüz? Tərəzi bürcüyəm, haqq ədalət bürcüyəm. Bəli. Tərəzi bürcüyəm, meymun da iliyəm. Əslində kifayət qədər yəni o cür situasiyalarda kifayət qədər ağılla davrana bilən insanlardanam əslində. Bəli. Ancaq ki, bizimki o sadəlöflüyümüz var, məndə var da, mən onu etiraf eləyirəm. Var, tərəzi xanımlarda var. Biz ki, mən özüm yalan sevmədiyim üçün, özüm heç vaxt yalan danışmadığım üçün, mənə deyilən şeylərə mən həmişə inanıram. Mən düşünürəm ki, mən yalan danışmıramsa, mənim qarşımdakı da mənə düzün deməlidir də. Bəli. Bax, o məni həmişə pis vəziyyətdə qoyur. İnsanlara inanmağım, həddən artıq tez inanmaq istəməyim bir qədər məni pis vəziyyətlərə, çətin durumlara sala bilir. İntihası ki, Allaha qurban olun. Özünüz dediyiniz kimi hər bir gecənin səhəri var da. Yəni, olur ki, bəzən elə bir sıxıntıda olursan ki, özümdən danışıram əlbəttə ki. Özümə deyirəm Elnarə, döz, bu da keçəcək. Bu da keçəcək. O çox yaxşı şeydir. Səbirli ol, bu da keçəcək. Və həqiqətən də keçir. Yəni, bu dünyada heç nə əbədi deyil. Bəli. Hər şey müvəqqətidir, sıxıntı da. Sıxıntı da, xoşbəxtlik də. Bəli. Ondan sonra çətin andır. Xoşbəxtlik bir andır. Bəli. Yəni, olur və bitir. Bəli. Yəni, biz uzun müddətli xoşbəxt ola bilmərik axı heç. Zaten o elə olsa, biz o xoşbəxtliyin dadını qaçırdarıq. Anlamarıq. Yəni, sadəcə elə bir xoşbəxtlik bir baldır. Bir balaca dilə vurdu, getdi. Amma onun qalır da. Müqayisədə bilinir. Mütləq onun yanında bir ağ-qara zolaqlar olmalıdır ki, sən pisi görməsən, yaxşıya qiymət verə bilməzsin də misalı. Odur ki, yəni, mən onsuz da özümü və də ailə üzvlərimi də, yəni övladlarımı da bütövlükdə Allaha həvalə eləyən biri kimi hər bir işdə bir xeyir var deyib keçirəm üstündən və mən həmişə bardağın dolu tərəfini görən adamlardanam. Yəni, mənim üçün o boş tərəf yoxdur da. Mən görəm və ona şükür edirəm. Nə yaxşı doludur. Bir qurtumluq da su var məsələndə. Yəni, amma bu o demək deyil ki, biz hamıdan tələb eləyə bilmərik ki, bizim kimi olsun. Nədir, gözləyə bilmərik. Bəlkə də elə o əsl problemi biz orada yaşayırıq. Çünki hər kəs öz arşını ilə ölçür axı. Hamı elə bilir ki, sən özün necəsənsə, məsələn, xain adam xoflu olur. Tutaq ki. Və əksi. Düz adam elə bilir, hamı düzdür, əyri adam elə bilir, hamı əyridir. Oğru elə bilir, hamı oğrudur, doğru elə bilir, hamı doğrudur. Bu belədir. Eynən, odur ki, o məqamlarda yenə də birbaşa yuxarı ilə əlaqə keçmək lazımdır. Hər şeyi həqiqətən də sözün əsl mənasında və ən yaxşı mənasında düzdür, Allah bizə muxtariyyət verib, Allah bizə sərbəstlik verib. Biz özümüz seçə bilirik nə yaxşıdır, nə pis, nə səhvdir, nə düz. Allah bizə ağıl da verib. Allah deyir, səndən hərəkət, məndən bərəkət. Yəni, heç nə elə belə və heç nə təsadüfən baş vermir. Bəlkə də indi bizim burada görüşməyimiz də təsadüfən deyil və bu dəqiqə mənim bu danışdığım sözlər də təsadüfən deyil. Yəqin ki, bu indi bu deyilməlidir və deyilir. Yəni, mən bu verişə hazırlaşıb gəlməmişəm ki, gəlib bu sözləri burada belə deyəcəm və yaxud da ki, bir başqa formada. Amma uzun sözün qısası baş ağrısı olmasın. Deməyim odur ki, hər bir halda, hər işdə bir xeyir var deyibən, bütövlükdə özümüzü yaradana həvalə eləməyi bacarmalıyıq ki, o situasiyalarda da, o sıxıntıya düşdüyümüz durumlarda da üzü açıq, üzü ağ, alnı açıq çıxa bilək. Onda madam ki, açıq danışırsınız, gəl mən də belə oturub açıq danışaq. Bu heç açıq, bu qapalı da. Bilirəm. Mən əslində özümü bu dəqiqə bağlamışam. Mən gördüm ki, siz artıq bunu bağlayan kimi, mən də müsbət enerjiliyəm, narahat olmayın. Sizə bir söz deyim, həmişə... Sizdən heç narahat deyiləm. Mən bilirəm.
Yəni, ümumiyyətlə, insan tanımadığı bir yerə gedəndə, bizi izləyən insanlar da qoy bizi başa düşsünlər. Görürsən ki, qarşındakı bir insan, danışdıqca o insandan yorulursan, enerji gedir. Deməli, sənin qarşında oturan insan vampirdir. O sənin müsbət enerjini alır. O saat mən ayaqlarımı qattalayıram, aşağıdan stolun altından, əllərimi də belə eləyirəm. Nə yuxarıdan enerji verə bilirəm, nə aşağıdan. O adam özü artıq gedir. Çünki niyə görə ki, ala bilmir və bu təbii həyatda olan şeydir, bunlar elmdir. Ona görə, bunları qoyaq kənara. Elnarə Xəlilovadan nə veriblər, nə ala bilmirlər. Niyə? Elnarə Xəlilova xalq artisti deyil. Elnarə Göründü xalq artisti olsan olardı. Elnarə Xəlilova prezident mükafatçısı deyil. Elnarə Xəlilova əməkdar artist deyil. Düzdür, təbii ki, indi bu dəqiqə siz əməkdar da olmalıydınız, xalq da olmalıydınız. İndi inşallah ki, yəqin ki, hər şeyin bir hökmü var. Bax, nədir? Bəlkə Elnarə Xəlilovanın gözəl ailəsi var, gözəl evladları var. Elnarə Xəlilova bir yerində sənət, bir yerində də... Maşa, 4 dənədir də sizə. Elə ən böyük var dövlət də odur da. Ay, sağ olun da. Bəli. Ən böyük var dövlət də odur. İtirilməz xəzinədir, gözəl ailə. Mən bu günləri məsəl üçün adım olsun, sanım olsun, amma gözəl ailəm olmasın, isti ocağım olmasın. Neymirəm o adı? Valla şükür Allaha adım da var, sanım da var. Bəli. Bax, hörmətim də var. Nədir, sizə nə verirlər, nə ala bilmirlər, kimlərdir, nədir? Və mən bu xalqın artistiyəm. Mən bugünə kimi 25 ildir mən səhnədəyəm. Bəli, az da deyil. 25 ildir sənətdəyəm. Yəni, səhnəyə gəldiyim gündən mənim bir yeganə amalım bu sənətə qulluq etməkdir, xidmət etməkdir. Söhbət Azərbaycan musiqi mədəniyyətindən gedir və hər bir işimlə onu misal üçün, indi axırıncı ifa elədiyim işdən də onu görmək. Görəcək inşallah onda. Hal-hazırda hər şey yaxşı olacaq mahnısından danışmaq əgər lazım gələrsə, onu da danışa bilərəm. Deyə bilərəm ki, yəni, ötən ilin dekabr ayında aviaqəzada həlak olanlarımıza ithaf idi bu mahnı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yəni, ümumiyyətlə, yenə də deyirəm, mənim sənətimə əgər incələmək istəsəz, indi bir-bir oxuyacam da mahnıları, özünüz də görəcəksiniz, eşidəcəksiniz və görəcəksiniz ki, heç bir o mahnılarda, o mədəniyyətdə, mənim təbliğ eləmək istədiyim mədəniyyətdə, hansı ki, bu dünya musiqisidir. Yəni, bu musiqi ilə biz dünyaya çıxa bilərik, dünyaya nümunə göstərə bilərik özümüzü ki, yəni, baxın, bizdə belə ifaçılar var, bizdə belə ifalar var, bizdə belə mahnılar bəstələnir, belə kliplər yığılır, belə işlər görülür. Və s. və axır, odur ki, heç vaxt birinci yerdə mənim üçün maddi maraq olmadı. Birinci yerdə mənim üçün bu dövlətin, bu vətənin musiqisinə, mədəniyyətinə xidmət etmək oldu ilk növbədə. Ona görə də şükür Allaha, çox şükür. Yəni, bizi izləyən tamaşaçılarımız da, yəni, mən Instagramda da şərhlərdə də görürəm, digər sosial şəbəkələrdə də, YouTube şərhlərində də mən bunu oxuyuram. Hətta o heç bəyənmədiyimiz TikTok belə var, orada belə. TikTok yazığın adı çıxıb, valla. Orada belə, yəni, mənə yazılan şərhləri girib oxusaz, görərsiniz ki, tam ağlı başında olan və nə dediyini, nə yazdığını çox gözəl anlayan insanlardır və çox da gözəl də analiz edirlər, çox da gözəl də safçürük edirlər, çox da gözəl belə quşu gözündən vururlar ki, yəni təşəkkür edirlər, çox sağ ol deyirlər ki, yəni sağ olun da, yəni biz sizi ancaq belə gördük ki, siz bizim mədəniyyətimizə xidmət eləyən gördük, sizi görmədik ki, siz toy tutasınız, görmədik ki, siz cibinizə işləyəsiniz ancaq, yəni birinci yerdə, yəni bu deyil və belə də olmamalıdır əslində bir sənətçi üçün. Sənətçi kimdir, sənətçi nədir, sənətçi biz hal əhliyik. Bəli. Yəni bugün mən bu mahnını oxumaq istəyirəmsə, iki dünya bir ola mən onu eləyəcəm. Yəni mən bilirəm əslində tutaq ki, bilirəm ki itirirəm misal üçün. Vaxt itirirəm, pul itirirəm, enerji itirirəm. Mən fikirləşirəm ki, mən onu daha başqa
bir çörəkli mahnıya qoyub oradan yaxşı pul qazana bilərəm əslində. Bəli. Yəni bunun hamısının Faturlar eləyib gedir. texnologiyaları var da. Bəli. Bunun hamısını hesablayırsan və yəni 25 il bu səhnədə olan adam, mən özüm bu gün yol göstərirəm tələbələrimə, yol çizirəm. Hərəyə bir obraz düşünürəm, hərənin bir platformasını hazırlayıram şəxsən. Odur ki, yəni mən özüm üçün də bunu eləməli idim də belə götürəndə. Amma ki, dediyim kimi biz hal əhliyik. Əgər bu gün mən misal üçün aprel ayı üçün yaxud da ki may ayı üçün məndə planda belə bir mahnı oxumaqdırsa, yenə də deyirəm, yəni vaxtımdan da keçəcəm, pulumdan da keçəcəm, enerjimdən də, hətta ola bilsin ki, evdə ailəmin də üzünə həsrət qala bilərəm. Çünki demək olar ki, fasiləsiz işləyirəm son vaxtlar. Yəni istirahət günlərim belə yoxdur, şənbə, bazar. Yəni bu gün mən səhər saat 8-dən ayaq üstəyəm, hələ də davam eləyirəm. Maşallah. Neçə evladınız var? 4. 4. Böyüyünün neçə yaşı var, kiçinin neçə yaşı? Böyük qızdır bizdə, Burla Xatun, 18 yaşı var. Birinci kurs tələbəsidir. Beynəlxalq münasibətlər oxuyur Bakı Slavyan Universitetində. Maşallah. Maşallah gününüz olsun. Çox da ağıllı qızdır, çox da dərakəli bir xanımdır. Həmişə deyirdi ki, mən məktəb oxuyanda deyirdi ki, atam kimi jurnalist olacam. Belə deyirdi. Sonra fikrini dəyişdi, dedi, yox, mən anam kimi dilçi olacam, dedi. İngilis dili müəlliməsi olacam, dilçi olacam. 100 fikrə düşdü, amma bugün də məsəl üçün baxıram, o hüquq oxuyur, yəni beynəlxalq münasibətlərdir də, onların ixtisası, yəni dövlətlər arası münasibətlər falan oxuyur, baxıram, yəni o oxuduğu dərsliklərə baxıram, o hazırlıq durumuna baxıram, fikirləşirəm ki, çox gözəl diplomat ola bilər gələcəkdə. İnşallah. Elnarə xanım, o birisi uşaqlar haqqında danışacaq, amma reklamları gəlsin, reklamlardan sonra inşallah çox maraqlı etiraf olacaq əzizlərim. Deməli, uşaqlarda qalmışdıq. İkisini dediniz. Birini dedim. Birini dediniz hələ. Hə, birini, üçü qalıb. Üçü qalıb. Verişin vaxtını uzadın, axşama kimi buradayıq. Yox, nə var ki burada, maşallah. Zarafat edirəm, tez-tez danışacağım. Sonra böyük oğlan gəlir, Tuğər. 10-cu sinifdədir, hal-hazırda 10-cu sinifdədir. Allah saxlasın. Amin. Bütün balalar, Allah hamının balasını saxlasın. İndi üzümüzə gələn il Allah qoysa, o da universitetə, ali məktəbə hazırlaşar. İnşallah ki, üzümüzü ağ eləyər, o da daxil olar. İnşallah. Düzdür, o bacısı kimi o qədər də həvəsli deyil oxumağa. Yəni, müqayisə düzdür, elə məktəbə. Oğlan uşaqlarının çoxsun belə. Yəni, məsəl üçün, qıza demək lazım deyil idi, oxu. Yəni, o özü oxuyurdu. O qədər çox oxudu ki, gözünün biri də zəiflədi, gəldi, nə bilim, mənfi 3 yarımdır, nədirsə o, yəni, oxumaqdan. Tuğar da oxuyur, amma da, yəni, belə də keyfinə düşəndən oxuyur, tərəzi bürcüdür o da. O da tərəzi bürcüdür. İnşallah Allah bəxtini gözəl eləsin, bütün balalarını, Allah yolunu açıq eləsin, Allah zəkalarını açıq eləsin, İnşallah Allah bildiyi kimi eləsin. Nə məsləhətdirsə, onu da eləsin. Bəli, xeyirlisindən. Xeyirlisin, bəli. Əsas əməli salih olsunlar. Bəli. Əsas insan olsunlar. Vicdanları olsun, şərəfləri olsun. Mənim üçün bu dəqiqə önəmli olan odur. Maşallah olsun, yəni sağlamdılar, ağıllıdılar. Gəl olmasın ağıllı. Yəni o genetikadır da. Atası rövşən, anası da ki, maşallah siz. Gəl olmasın. Ancaq savadlı da olsalar pis olmaz da. Niyə ki, atasının anası savadı bəyəmazdı? Var, əlbəttə, atasının 2 ali təhsili, anasının 2 ali təhsili, yəni maşallah olsun. Uşaqlar da, yəni biz təbii ki, tələb edirik, eləməliyik, yəni biz valideynik. Valideyn borcumuzu yerinə yetirməliyik. Biz onlar üçün, yəni mən bugün varam, sabah yoxam. Mən istəyirəm ki, mənim övladım öz ayağı üzərində sərbəst dayanmağı öyrənməlidir. Bütün valideynlərin arzusu odur. Elədir ki, var. Ona görə də Allah hamının balasının xeyrini görməyin qismət eləsin, nəsib eləsin. İçində biz də olmaq şərt elə. Keç o birisinə. Keçdim o birisinə. Ortancıl Öndərdir. 8-ci sinifi bitirir, 14 yaşı var. O da elə ortada qalıb. Nə o yanlıqdır. İnşallah seçəcək. Nə bu yanlıq, heç bilmirəm ki, yəni nə deyə bilmirəm ki, Burla kimi, məsələn, bir ağız dolusu deyim ki, hə, oxuyur. Nə də Tuğər kimi deyə bilmirəm ki, yox, oxumur.
Gah belədir, gah belədir. Hələ tuta bilməmişəm onu. Mən elə həqiqətən də elə ortancıl kimi elə bir ortada qalıb o. İnşallah ki, Yəqin olacaq. ki, üzümüzə gələn yaxın illərdə bilinər, göstərər özünü, yaxşı göstərər. Elhamdülillah. Ki, həqiqətən də oxuyur, yoxsa oxumur. Aha. O birisi? Hə, balaca hələ həvəslidir, hələ 4-cü sinifdir də. Dördüncü sinifdə. 4-dür, 3-dür, ay Allah, mən niyə qaçdım qabağa 3-dür. 3'dür. Qaçdım qabağa, 9 yaşı var, Ərtuğrul. Hə, o hələ ibtidai sinif olduğu üçün, hələ ki, müəllimin oturduğu ilə otururdu orada. Yəni, belə bu formadadır da, yəni, belə, yəni ki, Aha. bir söz oyan buyan ola bilməz də, mümkün deyil. Yəni, müəllimin sözündən çıxmaq nədir, dərsə gecikmək nədir, tapşırığı yerinə yetirməmək nədir. Yəni, onun üçün elə bir ki, mümkün, qeyri-mümkün kimi bir şeydir də. O, hələ ki, o məsuliyyəti hiss edir, indi körpədir də hələ. Bəli. Hə, indi böyüyüb onların yaşına çatanda yəqin olardı. Ya, inşallah o da yaxşı olacaq. O da o birisindən tay olacaq. İnşallah. Nə yaxşı 4-də saxladınız. Maşallah, mən deyirdim, vallahi gələcəksiniz, maşallah 5-6-ya çıxacaqsınız. Əsl Azərbaycan ailəsi. Doğrudan da sizdə əsl Azərbaycan ailəsidir. Valla, bilməm, görmüsünüz ya görməmişsiniz, son vaxtlar, son 2 ildə, ümumiyyətlə son 6 il olacaq ki, artıq 5-6 ildir ki, mən aya bir layihə eləyirəm və bunu da tez-tez bütün müsahibələrimdə deyirəm. Və son vaxtlar gördüm ki, məndən həmyaşıd həmkarlarım da çox gözəl temp götürüblər, maşallah. Maşallah. Çox da sevinirəm də, yəni nümunə olduğum üçün görürəm, maşallah, hamı aya artıq bir layihə eləyir. Mən də bu aydan artıq aya 4 layihə eləmək qərarına gəldim. Bəsdirin də. Türklər demiş ki, yapma ya, cəmaatı işə salma. Cəmaat təzə başlamışdı, bir 4 layihə. Yox, hər adamın işi deyil o, hər adamın işi deyil. Hə, ona görə də bu mənim nəticəmdir. Bu mənim, çox sağ olun, Allah razı olsun. Hələ ki, mən özümlə rəqabət aparıram. İndi məsələ o deyil. Deməyim o idi ki, yəni, əslində başqa şey deyəcəkdim və nə deyəcəkdim artıq onu da unutdum. Yox. Mən dedim, nə yaxşı? Siz dediniz, nə yaxşı dayandınız, bəli. Və son 2 ildə, bilməm, nə dərəcədə imkanınız olub medianı izləməyi, izləyə bilmirsinizmi, yoxsa yox. Ümumiyyətlə, nə vaxt ki, mən çox belə grandioz bir layihə çıxartmaq planlaşdırıram və çıxardıram. Misal üçün, söz vaxtını çəkər. Elə düz 2 il bundan öncə Samirə Əli Məryəmlə çox gözəl, möhtəşəm bir duet elədik. Yəni, mahnı Avropa standartlarına uyğun. Yəni, bu dəqiqə bazarda axtarsanız, ikinci belə mahnı yoxdur. Yəni, hələ də yoxdur. Ukraynalı rejissor klipimizi çəkdi, nə bilim, prezentasiya elədim, təqdimat elədim, bütün medianı dəvət elədim oraya. Yəni, mən gözlədim ki, bir həftə ancaq bundan yazacaqlar da ki, belə bir iş çəkildi, belə bir layihə, nə. Siz nə danışırsınız? Həmən o xəbəri örtbasdır eləmək üçün, yəni bütün başlıqlarda mən gördüm ki, 5-ci uşaq dünyaya gəlir. Deyirsiniz, nə əcəb dayandınız? Heç sağ olsunlar bəzi media nümayəndələrimiz imkan verirlər ki, dayanaq. Mənim xəbərim olmur, orada bilirəm ki, 5-ci uşaq var artıq, yəni başlıqlarda var. Və 1 il bu söhbət gedir də, bildiniz, məni kim görür, harada görür, necə görür, hamı təbrik eləyir. Ya mən elə bilirəm kliplə təbrik eləyirlər, elə bilirəm yeni işlə təbrik eləyirlər. Deyirlər, təbrik eləyirik, balaca dünyaya gəldi. Deyirəm, haçan, harada dünyaya gəldi? Heç mənim xəbərim yoxdur. Mənim xəbərim yoxdur, amma bu, yəni, bəzən belə də olur. Olsun, mən onsuz da öz gördüyüm işlərə də öz övladlarım kimi yanaşıram. Və çox da şadam. Sizin rəhbəri etdiniz də bir El Yaradıcılıq Mərkəzi, artıq 7 ildir. Orada da görülə qədər uşaqlar var. Bəli, və biz bir heyəti artıq 6 ildən sonra məzun etmişik. Onlar bugün çox sərbəst şəkildə səhnələr alırlar. Onlar da sizin evlatlarınızdır. Bəli, və mənim adımdır hər biri. Bəziləri ailə qurdu, bəziləri karyerasını davam elətdirir. Çox da xoşbəxtəm, çox da şadam onların uğurlarına bugün də sevinirəm. Və bu ildən artıq 2 aydır ki, yenicə 2 ay oldu ki, artıq yeni bir heyət yığmışam. Təxminən xeyirli olsun. Çox sağ olun. 20 nəfərə yaxın uşaq var orada. Yəni bu il girib-girməyib biz mərkəzimizdə Xəyam Nisanov gecəsi elədik. Dəvət etdik
etdik, gəldi, sağ olsun, şəxsən iştirak elədi. Uşaqlar onun bütün, demək olar ki, repertuarında bütün nə qədər məşhur hitləri var idi, hamısını ifa elədilər. Xəyam şokdaydı, belə çənəsi düşmüşdü ki, nə gözəl bunlar, nə baş verir burada. Ardıca Rəhim-Rəhimli gecəsi elədik və onun kiçik qardaşı Anarı dəvət etdik, Anar bəyi dəvət etdik, sağ olsun, sözümüzü yerə salmadı, qırmadı bizi, gəldi, oturdu, iştirak elədi. Həvəslə, səbrlə bütün konserti izlədi. Yəni, saat yarım canlı konsert veriblər uşaqlar. Orada da yalan olmasın, bir 20-yə yaxın musiqi nömrəsi səsləndi. Hətta Anar bəy mərkəzimizdən gedənə yaxın qalxdı bizə təşəkkür eləməyə, dedi ki, mən heç bilmirdim ki, Rəhimin belə gözəl mahnıları var. Yəni, buna kimi dedi. Hətta o gecədən bizə xatirə kimi bir duet də qaldı. Bizim mərkəzin üzvlərindən biri Piri Əliyevlə Rəhimin söz və bəstəkarı olduğu Gözümün içinə bax mahnısı bizə bir növ xatirə kimi qaldı da. O layihədən bir xatirə kimi qaldı. Təbii ki, mən mahnının icazəsini Rəhimin varisi olan Anardan, qardaşından almışam və şükür Allaha bugün də son bir həftədə bütün mediada ondan da yazır. Yəni ki, biz getdik Rəhimin qəbrini ziyarət elədik. Media ondan yazır. Amma gəl açıq etiraf eləyək ki, etirafdır da, burada eləyirik də. Onsuz da, yəni orada çox bilmərəm niyə görə onu, bəlkə də bəd niyyətli insanlar, ondan sonra qəlbi qara insanlar, onu sizin ki, onun qəbrinin üstündə o klip çəkdirməyizi güya ki, onlar göstəriş kimi. Göstəriş kimi. Yəni ki, bax elə bir şey. Biz bayaq söhbətimizin əvvəlində mən demişdim, axı, xain adam həmişə xoflu olur. Bəli, bəli. Yəni, kim özü necədirsə, hamını da elə qəbul edir. Yəni, hər kəs öz arşınla ölçür. Mən heç kəsə nə onun əksini sübut eləməyə hazırlaşmıram və də Allah bilir qəlbimizi, niyyətimizi. Rəhimin ailəsindən mən xeyir dua almışam və icazəsiz heç nə eləməmişəm. Bir mənalı şəkildə onların xəbəri olan qaydada, məlumatlı olduqları halda bu işlər hamısı görülüb. Bir gün öncədən sağ olsun Anar bəy adam göndərtdirdi, Rəhimin qəbrinin üstünü təmizlətdirdilər, ora qızıl gül düzdürdülər, bilirdilər ki, səhər Elnarə gəlib orada çəkiliş eləyəcək və mən onu elədim də. Niyyət önəmlidir, yəni. Siz Bülbüliyə getmişdiniz. Bəli, bəli. Demək olar ki, elə bütün çəkilişimizi də orada göl qırağında da çəkiliş elədik. Qəbr üstə də çəkiliş elədik. Orada çox qəşəng park salıblar. Parkın içində də çəkilişimizi elədik. Yəni, bizim məqsədimiz, bizim niyyətimiz Rəhim-Rəhimlini yad etmək idi. Bəli, bəli. Onsuz da Allaha əyandır, agahdır. Yenə də deyirəm, kim bu formada başa düşmək istəyirsə, onsuz da bu formada da başa düşür. Mən paylaşılan xəbərlərin girib şərhlərini oxuyuram. Demək olar ki, 95% hamısı mən deyəni yazır ki, deyir ki, burada nə var ki? Burada nə var ki? Gediblər, yad eləyiblər də, ziyarət eləyiblər. Pul qazanmaq məqsədi ilə getməyiblər, ondan sonra oradan nəsə ummayıblar. Toy tutmaq məqsədi ilə getməyiblər. Bəli, bəli. Nə var burada? Yad ediblər də. Onun da ruhu şad olub. Əlbəttə. Əlbəttə ki, bəyəm Rəhim bu günləri var, onu xatırlamazsan, o dünyadan gedəndən sonra xatırlamazsan, bu əsl gözəl missiyanı eləmişsiniz. Siz inanmazsınız, o mahnının sözlərini Rəhim indi necə yazıb, nə düşünüb, kimə ithaf eləyib, onu o özü bilir yalnız. İntihası ki, o sözləri ki, biz başladıq oxumağa Piri ilə, səs yazma studiyasında, bizdə, mərkəzdə. Şəklinə baxıb, səni yada salıb, hey düşünürəm mən. Getmir xəyalın gözümün önündən, indi nə edim mən? Qayıt, əzizim, qayıt ömrümə, gəlsin səhərim. Bu qısa 3 dəqiqəlik o musiqində çıxsaq, bu sözlər hikmətli sözlərdir. Başa düşən insansın, ağıllı insansın. Çox, orada siz nə lazımdır deyirsiniz? Nə lazımdır deyirsiniz? Nəyi var deyirəm? Nəyi var deyirsiniz orada? Vallahi billahi. Anlayana. Anlayana. Orada çox şeylər götürmək olar. İndi mən sizə deyim sizə. Bax, səsiniz var. Səhnə vidiniz var. Maşallah olsun. 4 uşaq anası, yaraşığınız var. Səhnəyə də nə lazımdır? Yaraşıq, təbiilik, sənət, istedad və hər şey var da sizdə. Bu klipləri eləyirsiniz də, düzdürmü?
Gedin bir 5 dənədə, 10 dənədə bu toy mahnıları qəşəng yazdırır. 5 min, 10 minə gedirlər. Adamı yandırır, tökür. Bu günləri qızı satan oxuyur. Ondan sonra canım sizə desin, gül satan oxuyur. Ondan sonra səsi olmayan, gedir oradan, buradan, yalandan. Heç canlı desin, 2 kəlmə oxuya bilməyəcək. Gedib 3 minə, 5 minə gedirlər. Niyə gedmirsiniz? Sizə pul lazım deyil. Elə ona görə də sizin sözünüzün qüvvəti, bunların sadaladıqlarınızın hamısı var deyənə, mən heç vaxt dənizdə damla olmağı sevməmişəm, heç vaxt da eləməmişəm belə və də heç vaxt hamının elədiyini də eləməmişəm bugünə kimi. Yəni, mən fərqlənməyi sevirəm və də həmişə də özümü ala-qarğa hiss eləmişəm yeri gələndə. Və repertuarımdan da bunu görə bilərsiniz. Yanaşmamdan da bunu görə bilərsiniz. Yəni, mənim niyyətim başqadır. Görünən dağa bələdçi lazım deyil. Bəli, ona görə də mən düşünürəm ki, mənə görə elə belə yaxşıdır. Onu elə toylara getmirsiniz onda? Bilirsiniz necədir? Yəni, əslində getmirəm. Əslində getmirəm. Çünki mən nə qədər getmişəm, sizi bir ifaçı kimi orada görməmişəm. Əslində getmirəm, amma dost var, tanış var. O heçdə. Yəni, elimiz var, günümüz var, obamız var, qohum var, əqrəbə var. Bir də görsən, elə adam xahiş edir ki, üz-üzdən utanır, məsələn, keçə bilmirsən, yəni ən azından nəsə imkan daxilində əlbəttə ki, əgər mənim başqa vacib işim yoxdursa, həmən saatda, həmən günü, əgər mən səfərdə deyiləmsə... Yəni, siz toy mahnıları oxuyursunuz? Yox, mən öz repertuarımı oxuyuram. Yaxşı, buna orada toyda oynayan olacaq? Buna yox, bəlkəmdə buna yox, amma bundan sonra hansı mahnı gələcək dayalı, bir dənə yadıma salın. Bəlkəm sizin qulağınıza deyərlər. Bəlkəm bundan sonrasına... Heç bundan sonra da olmayacaq, çünki bundan sonra orkestrla olacaq. Heç bir şey. Amma yox, mən bilirəm ki... Bu il girəndən belə başa düşürəm ki, mən ancaq sənət göstərmişəm də, belə başa düşürəm. Çox yaxşı eləmişsiniz, amma indi biraz da bunu ancaq hələ xərcləyirsiniz, amma biraz da bunu qazanmaq lazımdır. Cəmaət deyir, ay Allah, Elnarə Xəlilova olan səs məndə olaydı, bu dəqiqə pul qırardım. Vallahi düz deyirəm. Budur. Mən sizə bir söz danışım. Qoy mənim mükafatım da başqa şey olsun. Qoy olsun. Qoy mədəniyyət olsun, qoy təlim, tərbiyə olsun, qoy ədəb-ərkan olsun, qoy o da mənim mükafatım olsun. Hərə bir mükafat qoyur, bu da sizin mükafatınız olsun. Çünki biz bu cəmiyyətdə uşaq tərbiyə eləyirik, yəni uşaq böyüdürük, boya başa çatdırırıq, evdən yola salırıq məktəbə, ali məktəbə və s. və axır. Ona görə də mən hətta deyərdim ki, mənim bir valideyn borcumdan biri də budur. Düzgün nümunə olmaq, düzgün təlim vermək və s. və axır. Əslində baxanda mən tamaşaçılarımıza bir açıqlama verim. Elnarə xanım demək olar ki, mənim qardaşımın həyat yoldaşı deməkdir. Yəni, onun həyat yoldaşı mənim ən yaxın dostumdur, Rövşən bəy. Və bir yerdə vaxtı ilə Speyşdə çalışmışıq. Rövşən idim, mən idim, bir də Emin Musəvi. Biz gözəl dostlar idik, ayrılmaz dostlar idik. Və bir gün 2004-cü ildə mənim oğlumun bir yaşı olurdu Qızıl Tac restoranında. Rövşəni də dəvət eləmişdim. Rövşən zəng vurdu ki, İlhan valla mən çağırdılar, işlə bağlı gedəsi oldum. Amma bəs qız gələcək ola. Dedim, hansı qız? Hansı qız? Bizə deməmişsən. Hansı qız? Dedi, gələcək, narahat olma, gələcək, bəs filan. Dedim, doğrudan sən onu sevirsən. Dedi, Allah haqqı, onu sevirəm. Sevirəm. Bir də gördüm, gəldi, Elnarə xanım, çıqqılı-mıqqılı, yaşıl gözləri, qəşək. Allah rəhmət eləsin, ay Allah, qəni. Bizim mənim Talih Yolları verilişimin də etrafında rejissor idi, Könül xanım. Bəli, Allah rəhmət eləsin. Sonra Nadir müəllimzə bir stolda oturmuşdur. Hələ də qalır. Orada o qədər aləm qarışdı bir yerdə, İlhamə Quliyeva, o birisi, bu birisi, bu qəllər. Bu qız bir damcı səsini çıxartmadı, demədi ki, mən də bir dəfə, məsəl üçün, ya oxuyayım, ya necə gəldin, oturdu. Mənim yerimdə kim olsaydı, bəlkə dava salmışdı. Allah haqqı, hə. Oturdu, sakit getdi. Sonra dedim, ay Rövşən, nə yaxşı qızıymış bu. Allah elə elədi, xoşbəxt oldular. Doğrudan da mən həmişə görəndə deyirəm, açığı da, deyirəm, həmişə qardaş arvadı. Həmişə deyirəm, qardaş arvadı. Sağ olun, var olun, çox sağ olun. Yəni, doğrudan da layiqli, davamlı olasın ailəniz. Rövşən
Amin. Mənim doğrudan da həqiqi qardaşımdır, həqiqi dostdur, həqiqi mərd oğlandır olduqca və doğrudan da siz, çox adamlar hətta deyirlər ki, o haram, bu haram, məsələsində belə, boy, buxun, nə bilim, belə filan. Amma qurban olum Allaha, bu sevgidən əgər 4 dənə evlad dünyaya gəldisə, Allah deməli xeyirli uğurlu eləsin. Niyə görə ki, sizin ağlınız, müdrikliyiniz, ondan sonra ailədə aldığınız tərbiyəniz özün bir üzə verdi və neçə illərdə sənətdəsiz, cəmaat çörəyi qulağına yemir, ağzına yeyir, hamı bilir. Doğrudan da bu toylara getməmək, ancaq sənətə, incə sənətə, mədəniyyətə xidmət eləmək, bu özü də bir, hər adam eləyə bilməz. Yəni bunu gəl açıq etiraf eləyək. Bir Zeynəb Xanlarova heç vaxt toylara getməyib, yəni o qohumda da, əqrəbada da olub o heç. Amma heç kim deyə bilməz ki, Zeynəb Xanlarova bu qədər toya gedib. Heç kim deyə bilməz. Yəni ancaq dövlət konsertlərində və Azərbaycan mədəniyyətinə xidmət edeyim. İnşallah elə onun bəxti gözəl taleyi də sağ əli mənim başıma. Amin. Amin. Elə o yolu gedirsiniz, narahat olmayın. O yolu gedirsiniz inşallah. Allah ağzımızdan eşitsin. Amin. 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 İndi sizə bir söz deyim. Elnarə Xəlilovanın ümumiyyətlə tərəzidə qoyanda, miqyasına, tərəzini qoyursan da, özünüzdə tərəzi bürcüsünüz də. Elnarə Xəlilova tərəzi bürcüdə, bax, öz daxili ilə danışan, ondan sonra həmişə dağı aranı dağı gətirən, ondan sonra ideyalar fikirləşən, yeniliklər, çünki xarakter, dəyişkən xarakter. Ümumiyyətlə, bax, paxıllığınızı çəkən çoxdur, yoxsa sevən çoxdur? Yalan deyərəm. Onu heç vaxt Hələ hesablamamışam. tərəziyə qoymamışsınız. Açıq deyəcəm, yəni heç vaxt düşünməmişəm o barədə ki, görəsən məni sevənlərmi daha çoxdur, yoxsa çəkə bilməyənlərmi? Amma hər bir halda... Amma çəkə bilməyənləri hiss eləyirsiniz, özünüz? Təbii ki, hiss eləyirəm və hər bir halda, hər bir negativə həmişə pozitiv ilə cavab verməyə çalışıram. Çalışmışam, bugünə kimi bu belə olub, bundan sonra da belə olacaq. Çünki pis heç vaxt pisliyindən qalmır. Yaxşı niyə yaxşılığından qalsın ki? Siz Peyğəmbər dediyim bir sevimli Peyğəmbərimiz, Məhəmməd Peyğəmbərimiz deyib ki, o insan ki, sizə etdiyi pisliyindən qalmırsa, siz də öz yaxşılığınızdan qalmayın. Çünki əgər siz yaxşılığınızdan qalsaz, elə o pisin tayı olacaqsınız. Elədir ki, var. Yəni, həqiqətən elədir. Məsəl üçün, bəzən elə bir mənfi situasiya ilə üzləşirsən ki, deyirsən ki, ay Allah, mən dönüb buna eynisi ilə cavab versəm də onda mənlə, onunla mənim nə fərqim oldu? O, həmən situasiyada gücün ancaq özünə çatır. Ya oranı tərk edirsən, öz səviyyəvi saxlamaqdan ötürü. Təbii ki, orada onunla durub, yəni, çənə-çənəyə verən deyirsən. Ümumiyyətlə, abırsızdan abırını qorumaq lazımdır, mütləq. Bəli, elədir ki, var. Deyirəm də, çox vaxtı da qarşı tərəf elə başa düşə bilir ki, bəzən, əksər vaxtda bəzən elə başa düşülə bilir ki, qorxdu, çəkindi, dili qısadır və s. və ilaxırda. Yəni, haqsızdır. Və özünü haqlı bilə bilir. Yəni, həyasız özünü haqlı bilə bilir çox vaxt, əksər vaxtı. Nə var, həyalı, abırlı, həyasına, abırına sığınır. Təbii. İmtihası ki, hər bir insanı, inanın mənə, çilədən çıxartmaq mümkündür. Bilirəm. Hər şeyin bir həddi var. Hər şeyin bir həddi var. O söz dilimizdə də özündən çıxmaq deyirlər. Yəni, insan özlüyündən çıxır da. Yəni, bir var, sən özünsən, sən özün özünü necə tanıyırsan da, bilirsən ki, bax, mən Elnarəyəm də. Bilirsən ki, özün üçün deyirsən ki, yox, mən belə heç vaxt eləmərəm. Nə danışırsan? Yox, mən bu sözü heç vaxt demərəm. Amma elə olur ki... Amma adamın özündən çıxardanda... Eləyəndən sonra deyirsən, doğrudan da bu mən edim bunu eləyən. Görürsən ki, sən deyildin də, artıq səni özündən çıxartmışdılar. Məcbur eləyir. Hə, yəni artıq sən deyildin. Yəni, elə bilirəm ki, bu cür situasiyalara da hər bir insana xasdır bu vəziyyətlərə düşmək.
Allah qorusun. Amin. Nə deyim, hər birimizi. Hər birimizi. Deyir, nənəm rəhmətli sözü var idi. Deyirdi, şəri şeytandan, quru böhtandan, məkrizənəndən Allah qorusun, daydalın demirəm. Allah qorusun. Həmişə yazıq arvad yatanda da bu duaları deyirdi. Deyirdim, ay nənə, bu şeytan nedir? Deyirdi, ay bala, şeytan biz insanlarıq. Şeytan deyəndə quyruqlu, buynuzlu şey axtarırıq. Amma şeytan bizim içimizdədir. Elə insanların içindədir, cəmiyyətin içindədir. Yəni, şeytan elə biz özümüzük. Biz özümüz bir-birimizə mərdimazarçılıq eləyirik, paxıllıq eləyirik və sonra da şeytanın üstünə yıxırıq. Amma tay demirik ki, şeytan özümüzük. Bax, budur. Sizin deməyiniz istədiyi də budur da. Həmən şeydir. Elədir ki, var. Şeytan möhlət istədi, Allah da ona möhləti verdi qiyamətə qədər insanların qəlbinə yol tapmağa və onları yoldan çıxartmağa. Bəli. Biz mübarizə aparmalıyıq nəfsimizlə, çalışmalıyıq ki, ona qalib gələk. Allah təki qəlbimizdəki şeytanı oradan qovsun təki. Hamımız üçün deyirəm, özümü də qatıram. Amin. Allah nə xeyirlidirsə onu eləsin. Amin. Elnur xanım, təşəkkür edirəm. Var olasın. Mən təşəkkür edirəm. İnşallah təzə ev alanda, indi uşaqlarınız vardı, yeni evlər. Nə gözəl duaydı o elə. Nə Allah gözəl. qismət eləsin, yeni ev alasınız. Gedəsiniz bizim sponsorumuz olan deməli Divan. Divan. Oo, Divan kreslo. konsept mebel dükanına. Oo. Bəli. O bəli. Azərbaycan istehsalıdır. Bəli, Türkiyədən gətirilir depo qiymətinə. Elə bir gedib Türkiyədən alıb gətirirsən. And olsun Allah, biri-birindən qəşəng mebel dəstləri, yataq dəstləri, ondan sonra oturacaq dəstləri, necə ürəyiniz istəyir mebellərdən oradan alırsınız. Ora müdürü Tural bəyə təşəkkür edirik və orada olan mətbəx, hər bir şey var. Amma yol pulun qalır cibində, rahat gedib alırsan, gətirirsən, evə düzürsən, özlə müdür də gəlir, baxır. Əgər xoşu gəlmədisə, deyir, onu aparın, təzəsini gətirir. Ona görə də bütün mebelləri oradan alın. Sizə təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Sağ olun ki, gəldiniz, vaxtınızı ayırdınız və bu gözəl bir verilişə görə sizə öz təşəkkürümüzü Çox sağ bildirirəm. olun. Mən Allah təşəkkür sizi edirəm. balalarınızdan yarısın inşallah. Amin, cümləmizi Sağ inşallah. olun.